Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yanğın başlayıb. Qafqaz İnfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib ki, baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğın söndürmə qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri operativ tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi əməliyyatına Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub. Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzindən cavab olaraq bildirilib ki, bugün saat 01:20 radələrində mərkəzə Qaradağ rayonu Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.